Esselamu Aleyküm ve Rahmetullah. Ebu Umame el-Bahili radıyallahu anhudan hadis var. Peygamber sallallahu aleyhi ve sellem böyle buyurur. İza serratka hasenetuka ve sa'atka seyyiatuka fe ente mu'minun. Eğer seni ettiğin güzel emeller, Allah'ın seni muvaffak ettiği, gerçekleştirdiğin güzel emeller sevindirirse ve ettiğin günahlar, hatalar, yanlışlar seni qəmləndirirsə, sen müminsən. Bu o deməkdir ki, möhtərəm qardaşlar, Allah Azza ve Celle'ye gerçekten inanan insan bir xeyr əmələ muvaffaq olanda sevinir. Ve bir günah eləyəndə, bir yanlış eləyəndə, bir xata eləyəndə isə üzülür. Olar ki, mesela Müslüman Kur'an-ı Kerim'i xatm eləyir, sevinir muvaffaqiyyətinə görə. Olar ki, birden sabah namazına mesela yatıp kalır, üzülür. Bu insanın qəlbindəki Allah'a olan imanının gerçekliğine ve qəlbinin hələ də həyatda və oyanıq olmağına en büyük əlamətlərdən biridir. Allah cümləmizi bunlardan eyləsin. Selamun Aleyküm.